Burada iki senaryo var. Tabii ki bu mesele insan hüquqları kontekstində baş verir. Yəni BMT-nin Təhlükəsizlik Şurası və BMT-nin İnsan Hüquqları Cenevrədə yerləşən ofisi barəsində bu məsələ ilə bağlı gündəmdə müzakirələr gedir. İnsan faktoruna bağlı siz də qeyd edirsiniz ki, ABŞ hökuməti və Prezident Administrasiyası İran müvafiq xidmətlərlə vaxtilə bir sıra gizli danışıqlar aparıb. Bu praktika var. Yəni 80-ci il Tehran böhranı ilə bağlı ki, sonra 82-ci il Livan böhranı ilə bağlı ki, o vaxtı girovlarla bağlı biz ki, İran Tehranda ABŞ səfirin 44-53 əməkdaşı götürülmüşdü və 82-ci il Livanla bağlı bu danışıqlar gedib. Yəni məsələ odur ki, təbii ki, nəzərə alsaq ki, Trump biraz populist fikirləri irəli sürən adamdır. O çalışacaq ki, bir sıra qarantiyələr alsın ki, İran bu adamları bir sıra ötəsini buraxsın, edam olunmasın və sabahki gündə təbii ki, bu Nobel mükafatı məsələsi hələm gündəmdədir də ki, bu da bunların müdafiəçisi kimi gündəmə gəlsin. Təbii ki, İran mexanizmi çalışır, burada sipah da var və sair xidmətlər də var ki, bunlar edamlarını edəcəklər. Bu iki məsələ paralel gedəcək. Edam da baş verəcək, təəssüf olsun və deyək ki, hal-hazırda mitinqlərdə iştirak edən vətəndaşların da cəzalandırılması var. Amma təbii ki, ABŞ da burada çalışacaq ki, bir xal qazansın ki, burada biz danışdıq, təsir elədik. Vətəndaşlar, mülki əhali məsələdən bir neçəsini xilas elədik. Yəni, məsələ kontroldan çıxır və dediyim kimi, bu praktika ABŞ-da olub. Hətta vaxtilə biz 80-ci illərdə bu İran kontras məsələsi olanda İrana silah satmaq, sonra 82-ci ildə İrana silah satmaq, kontrası maliyyələşdirmək və sonra da İsrail bu prosesində cəlb olmuş ki, İraqda olan nüvə obyektlərini, informasiyasını əldə etmək üçün. Yəni, o proseslər, o praktika var və nəzərə alsaq ki, indi ABŞ hökumətində daha çox pragmatik biznes və nəticə əldə edilmək istəyən şəxslər idarə edilir bu siyasəti və bunlar həmən nəticələri qısa müddətdə əldə etmək istəyirlər. Bu proses gedir və təbii ki, bir sıra mexanizmlar ola bilsin ki, üçüncü ölkələr buna cəlb oldu. Məsələn, mən dediyim ki, 80-ci ildə Tehran böhranı olanda ki, ABŞ səfiri əməkdaşları girov götürəndə burada Aljır bu proseslərdə iştirak edirdi, vasitəçi kimi. Yəni, təbii ki, burada indi üçüncü ölkə kimi olacaq. Ola bilər, təbii ki, Türkiyə ola bilər, yaxın Şərq ola bilər. Birbaşa ABŞ da bu təcrübəyə malik, özü də bu proseslərdə iştirak edə bilər. Təbii ki, İran burada nəyisə əldə etmək istəyəcək. 80-ci ildə biz ki, şahla bağlı müalicəyə gəlmişdi, şahı istəyirlər, sonra silahlar əldə elədilər, İraq müharibəsi ilə bağlı. 82-də deyək ki, bu da 8 milyard məsələsi, dondurma məsələlər var ki, onlarla da. Yəni, burada təbii ki, İran da buradan nəyisə əldə edəcək. Uranla bağlı razılıq mı ola bilər deyirsiniz? Hazırki məqamda çünki İranın əldə etmək istədiyi bir uran bağlı məsələdir, bir sanksiyaların götürülməsi məsələsi. Uran məsələsi, bilirsiniz, İran dediyi kimi, yəni 15-də də buna şahidi olsun ki, bu mülki istifadə üçün istifadə edən. Burada uranın koefisiyenti var da, 6-7%. Burada o çatır, 70% çatır. Bəli. Məhdudiyyət qoyuldu, amma yenə də burada məsələ gedib çıxır 50-ci, 60-cı illərə Fransanın dəstəyi bu nüvə potensialını genişləndirmək, ABŞ-ın potensialı ki, vaxtı bu məsələ oradan gəlir. İran bunu birdən-birə nüvə silahını ortaya çıxartmır. 50-ci, 60-cı ildə şah rejim vaxtında bu nüvə əməkdaşlığı Fransiyana baş vermişdi, sonra ABŞ-la baş vermişdi. Yəni, indi də görürsünüz ki, hətta biz qulaq asanda ki, Rıza Pəhləvi də danışanda köhnə əməkdaşlıqdan danışır. Vaxtilə 79-cu ilə qədər üçlük var idi. İran, ABŞ, Türkiyə regionda müvafiq sabitliyi qoruyurdu. Həmən üçlükdən danışır. Amma kökləri də 50-ci illərdə ortaya atılıb ki, burada Fransa da bundan işləyir. Amma biz ki, vasitəçi üçüncü ölkə ola bilər və yaxud birbaşa danışıqlar baş verə bilər. Amma düzdür, danışıqlar variantını siz qeyd edirsiniz. Uitkov az öncə açıqlamasını səsləndirdim. Dedi, danışıqlar aparmır Birləşmiş Ştatlar İranla. Amma təmaslar olub. İndi İran tərəfdən, İranın Xarici İşlər Nazirliyinin keçmiş departament rəhbərindən dedi ki, müharibə ehtimalı dialoqdan yüksəkdir. Yəni, biz danışıq variantını artıq götürmüşük. Müharibə üzərində daha çox köklənirik ki, buna hazır olmalıyıq. Trump nə dərəcə irəli gedə bilər?
Trump irəli gedə bilər, Aydur xanım. Məsələ odur ki, Davos forumu gedir. İran Xarici İşlər Naziri Arakçı buna dəvətnamə almışdı. Dəvət olunan şəxslər içindədir. Bəli. Axır məqamda bu məsələ bağlandı. Təbii ki, biz indi ola bilsin ki, biz siyasətçi deyilik, amma bu platformada gözəl platformaları müvafiq danışıqlar aparmaq üçün. Davosda, bir ortaq məxrəcə gəlmək üçündür. Müvafiq belə deyək də, o public diplomacy deyilir. Bunu daha da rəsmi olmadan bu Davos forumu, iqtisadi forum kulağı içində üçüncü ölkələrə cəlb olması ilə bu proseslərə biraz təkan verilə bilər. Amma elə bir açıqlama verdilər ki, sanki cəza kimi. Amma bu məsələ işləmir. Məsələlərdə insanlarla bu əgər potensiala malikdirsə, İran potensiala malikdir. Yəni, həm nüvə silahı var, həm deyək ki, dünyada 5 ölkə var ki, onun ultrasəs raketləri var. Çindir, ABŞ-dır, Rusiyadır, İsraildir və İrandır. Deməli, bunun hərbi potensialı var. Onda belə çıxır ki, dəvət olunmayıblarsa, belə ortaq məxrəcə gəlmək istəməyiblərmi? Ola bilsin ki, bu da bir şoudur. Lakin Birləşmiş Ştatlardan gedir. İranın ABŞ-ın praktikasını nəzərə alsaq ki, rəsmi danışıqlar baş verməyib, məsələlər, ideyaları irəli sürülürsə, lakin yekunda görürük ki, məlumatlar sızdırılır və danışıqlar baş verir, silah da satılır. Səhəncə illərdə danışsaq, 90-cı, 2015-də də danışıqlar baş verdi nüvə ilə bağlı, sonra nəsə bağlandı və s. Deməli, bu potensial var və bu da istifadə olunur. Və bu da istifadə olunacaq. Yəni, başqa diplomatiyada, başqa siz danışmayın, mən danışmayım, alınmır. Yekunda bilirsiniz, diplomatiyanın formulası var. Danışıqlar, müharibə və danışıqlar. Yəni, yayda olan bu eskalasiyanı biz gördük İranla bağlı, Tehranla bağlı, nüvə obyektləri ilə bağlı, İsrail, ABŞ. Təbii ki, İran da anlayır ki, hal-hazırda məsələ içəridən partlayıb və nəzarətdən çıxır. Lakin bu məsələ qırmızı xəttə çatıb ki, burada İran rejimi hər şey itirə bilər. Və həm də bunu anlayır. Düzdür, qeyd elədiniz oradakı maraqlı məqamı ki, danışıqlar, müharibə, sonra yeni danışıq. Yəni, son nəticədə yenə bir masaya gəlib əyləşməlidirlər. Amma Donald Trump'ın, necə deyim, hazırki məqamda mövqeyi biraz fərqlidir. Mən biraz daha geniş fazadan baxıram. Həm Qrenlandiya tərəfdən, həm Yaxın Şərq İran məsələsindən kiminə iqtisadi baxımdan təzyiq göstərir Birləşmiş Ştatlar lideri. Baxır kimə necə təsir etmək lazımdır. Kiminə də biraz müharibə, hərbi gücündən danışır ki, bizdə elə bir silahlar var ki, heç bunun haqqında danışmaq belə düzgün deyil kimi. Yəni, bir növ xəbərdar edici, təhdidvari bir açıqlamadır. İndi düzdür, biz müharibə ehtimalını dəyərləndirmirik, amma bir qarşılıqlı təhdid də var. Söhbət ölkələr olaraq təhdiddən getmir. Bir şəxsi fərdi olaraq ölkə liderlərinin qarşılıqlı təhdidindən gedir. Donald Trumpa qarşı bir təhdid oldu bildiyiniz kimi. O da ona ünvanladı jurnalistlər ki, bəs sizə qarşı belə bir açıqlama var. O da deyir ki, Respublikanı yer üzündən silərəm. Əgər belə bir şey olsa Birləşmiş Ştatlara qarşı. Ardınca da İranın Xarici İşlər Naziri Abbas Arakçı dedi ki, bizə qarşı elə bir şey olsa İran qəti bir cavab verəcək deyə. Yaxşı, indi bu təhdidlər sadəcə bəyanatlardırmı, blöfdürmü? Necə dəyərləndirirsiniz? Müharibə deyəndə təbii ki, burada müharibə biraz hüquqi yanaşsa müharibə deyil, bu bir münaqişə ola bilər. Burada müharibə elanı məsələsi var və sairəsi məsələlər var. Təbii ki, ABŞ bilir ki, bunun 5-ci kolonnası İranda mövcuddur hal-hazırda. Silahlanma baş verir. Yəni, bilirsiniz, İranın tarixinə baxanda biz, keçən dəfə də sizlə qeyd edirik, 52-ci ildə, Türkiyə 52-ci ildə Mossadıq bütün neft mədənləri özəlləşdirdilər. Qanunla bu milləşdi və sonra da Mərkəzi Kəşf İdarəsi vasitəsilə Pəhləvi tezdən hakimiyyətə qayıtdı. Yəni, bu mexanizmlər də var ki, 5-ci kolonnadan danışır ki, və o vaxtda bu məsələ $65.000 baş verdi. Burada o qədər, indiki formada danışır, $750.000 yaxın bir puldur ki, bu xərcləndi və hökumət devrildi. Təbii ki, 5-ci kolonna İranda var və bu göstərir ki, sistem çalışır. Lakin, təbii ki, Amerikanın, ABŞ-ın təsir mexanizmları var. Lakin İran da Suriya deyil, Liviya deyil, İraq deyil. Yəni, bunun potensialı var ki, bura beləcə sadə şəkildə müdaxilə etmək olmaz. Yəni, bilirsiniz, Rıza Pəhləvi də dünənki çıxışında da maraqlı bir məqamları deyir, amma düşünürəm ki, düzgün də mesajlar deyil. O, mənim şəxsi fikrimdir. Deyəndə ki, bəs hökumət dövrülən kimi həmən zaman ABŞ-la, İsraillə ünsiyyətimizi qurmalıyıq. Yəni, İran əhalisi məsələ İsrail, Amerikadan deyil. İran əhalisi rejimdən yorulub. Və təbii ki,
İran deyəndə burada 5-6 bir etnik qruplar da var. Biz deyirik ki, burada Azərbaycanlılar da var, deyək ki, Farslar da var, Belucilər da var, ərəb köklü var, Kürdlər var. Yəni burada məsələ ABŞ-la İsrail məsələsi deyil. O bir görsənən bir tərəfdir. Burada insanlar dəyişiklik üçün biz onunla danışırıq. Dəyişikliklər istəyirlər və bu məqamda ki, nüvə silahı daha da genişlənir, daha da varlanır, neft ortaya çıxır. Lakin əhali bunun bəhrəsini görmür. Məsələ